İnsult qəfil olur, amma çox vaxt qəfil yaranmır. Əslində bədən çox öncədən xəbərdarlıq siqnalları verir. İnsultun qarşısını almaq üçün ilk addım risk faktorlarını tanımaq və idarə etməkdir. Ən vacib səbəblərdən biri yüksək təzyiqdir. Təzyiq nəzarətsiz qalanda beyin damarlarını zədələyir. Ona görə təzyiqinizi mütəmadi ölçün, həkimin təyin etdiyi dərmanları dayandırmayın. İkinci vacib amil şəkərli diabet və xolesterindir. Yüksək şəkər və yağlar damarların divarını zəiflədir, bu da tıxanma riskini artırır. Üçüncü faktor siqaret və hərəkətsizlikdir. Siqaret damarları daraldır, qanı qatılaşdırır. Hərəkətsizlik isə qan dövranını zəiflədir. Gündəlik az da olsa gəzinti beyni qoruyur. Düzgün qidalanma da çox vacibdir. Duzu azaltmaq, tərəvəz və meyvəyə üstünlük vermək, doymuş yağları azaltmaq önəmlidir. Əgər sizdə baş ağrısı, qəfil baş gicərlənmə, danışıqda dəyişiklik, bədəndə zəiflik kimi hallar olarsa, bu siqnalları ciddiyə alın. Unutmayın, insultun ən yaxşı müalicəsi onun qarşısını almaqdır. Öz beyninizi qorumaq hər gün atdığınız kiçik addımlarla mümkündür.